Salam şagirdlər, bu videoda Güvən 8-ci sinif həndəsə sistemlaşdırma mövzusundan A variantında olan bütün sualların izahına baxacaq. Sual 1 ilə başlayaq. Düz xətt üzərində 3 nöqtə qeyd olunmuşdur. Alınan şüaların sayını tapın. Düz xətt üzərində n sayda nöqtə varsa, alınan şüa sayı 2 vurulsun n düsturu ilə hesablanır. Bizdə burada düz xətt üzərində 3 nöqtə var, yəni n bərabər 3-ə. Onda alınan şüaların sayı 2 vurulsun 3 bərabərdir 6. Cavab A variantı. Sual 2. Düz xətt üzərində A və B nöqtələri qeyd olunmuşdur. Alınan şüaların sayını tapın. Bizdə burada düz xətt üzərində 2 nöqtə qeyd olunub. A və B, yəni n bərabər 2-yə. Onda alınan şüa sayı 2 vurulsun n, yəni 2 vur 2 bərabər 4. D variantı. Sual 3. Düz xətt üzərində A, B, C nöqtələri qeyd olunmuşdur. Alınan parçaların sayını tapın. Düz xətt üzərində n sayda nöqtə varsa, alınan parçaların sayını tapmaq üçün n vurulsun, n çıxılsın 1, bölünsün 2 düsturundan istifadə edirik. Bizdə n bərabərdir 3-dür. 3 nöqtə qeyd olunub. Onda alınan parça sayı 3 vurulsun, 3 çıxılsın 1, bölünsün 2. O da bərabərdir. 3 vurulsun, 3-dən 1 çıxsam edir 2 bölü 2. 2-lər gedər, ixtisar qalar 3. B variantı. Sual 4. Düz xətt üzərində 6 nöqtə qeyd olunmuşdur. Alınan parçaların sayını tapın. Bizdə n bərabərdir 6-ya. Onda alınan parça sayı n vurulsun, n çıxılsın 1 bölünsün 2. Onda 6 vurulsun, 6 çıxılsın 1 bölünsün 2. O da bərabər 6 vurulsun 5 bölü 2. 6 vur 5 edir 30, bölsəm 2 edir 15. D variantı. Sual 5. Uzunluğu 25 cm olan AB parçası üzərində C nöqtəsi qeyd olunmuşdur. Birinci AB parçasını çəkək. C nöqtəsi qeyd olunub. AC bərabərdir 17-yə. Ümumi uzunluq 25-dir. AC 17-dir. Bizdən CB'nin uzunluğunu soruşur. AC ilə CB'nin cəmi 25-dirsə, AC 17 verilir bizə. Onda CB'ni tapmaq üçün nə edərəm? 25-dən çıxaram 17-ni. Bərabər 8-də, deməli CB 8 cm-dir. C variantı. Sual 6. C nöqtəsi AB-nin orta nöqtəsidir. AC bərabər 9. Gəlin bunu sualın üzərində işləyək. AC bərabər 9-a. DB bərabərdir 6-ya. Və bizə deyir ki, C nöqtəsi AB-nin orta nöqtəsidir. Yəni AC bərabərdir CB-yə. AC 9-dursa, onda CB də 9-dur. CB 2 yerə bölünüb. DB ilə CD-yə. DB 6-dırsa, deməli CB-nin 9 olması üçün CD nə qədər olmalıdır? 9-dan çıxaram 6-nı, qalar 3. Deməli CD-nin uzunluğu 3-dür. Bizdən nəyi soruşur? AD-nin uzunluğunu. Bizdən AD-ni soruşur. AD də AC ilə CD-nin cəmidir. AC 9, CD 3. 9-dan 3-ün cəmi edər 12. Sual 7. Uzunluğu 30 olan AB parçası üzərində C nöqtəsi qeyd olunmuşdur. Bizə deyir ki, AC çıxılsın CB bərabər 6-ya. Yəni bu nə deməkdir? AC-dən CB-ni çıxırlar edib 6. Yəni AC CB-dən 6 cm böyükdür. Mən onda burada CB x desəm, AC x üstəgəl 6-dır. Yəni x üstəgəl 6-dan mən x-i çıxsam, x-lar gedər x-lar qalar 6-ya. Yəni AC CB-dən 6 cm böyükdür. Bu şərt bizə onu verir. Və bütün parçanın uzunluğu 30 cm-dir. Bütün parça 30 cm-dir. Parça AC ilə CB-nin cəmidir. Yəni x üstəgəl 6 ilə x-in cəmi. Bizə verib 30 cm-dir. Bərabər 30-a. Bu tənliyi həll etsəm, 2x bərabər x ilə x-in cəmidir 2x. Keçirim sağ tərəfə olur 30 çıxılsın 6. 2x bərabər buradan 24-də. X bərabər 24 bölü 2 12-yə. Bizdən soruşur AC bölünsün CB-nin. X-in qiymətini yerine yazsam, x bizdən 12-dir. AC isə x plus 6. 12-nin 6-cı cəmidir 18.
Bizden AC böl CB'nin. AC 18'dir, CB 12'dir. 18 böl 12. Bunu da kəsr xəttinə yazım. 18 bölünsün 12. 6'yı ixtisar etsəm qalar 3 bölünsün 2. 3 böl 2 B variantı. Sual 8. AC parçası CB'dən 3 dəfə. CD parçası isə DB'dən 2 dəfə böyükdür. AC CB'dən 3 dəfə. Şimdi mən burada CB'yə gəl davam edək. CD parçası isə DB'dən 2 dəfə böyükdür. CB, CD, DB'dən 2 dəfə böyükdür. Mən burada DB'yə X desəm, onda CD DB'dən 2 dəfə böyükdür. Onda CD olur 2X. Sonra bizə əvvəlcə verib ki, AC CB'dən 3 dəfə böyükdür. CB bizdə nə qədərdir? CB bizdə CD ilə DB'nin cəmi, X ilə 2X'in cəmi 3X'dir. CB cəmi 3X'dir. AC isə bundan 3 dəfə böyükdür. AC də olacaq onda 3X'dən 3 dəfə böyük, yəni 9X. Nəyə görə mən əvvəlcədən CB'yə X vermədim? Çünki mən CB'yə X versəydim, CD DB'dən 2 dəfə böyükdür. Yəni burada kəsr alınacaqdır. Geridən gəldim ki, tam ədədlər alınsın. AC oldu 9X. Bizdən soruşur ki, indi və bizə verib ki, DB bərabər 6'ya. DB nədir bizdə? DB bizdə X'dir. Biz tapmışıq ki, DB'yə X demişik biz. Və X bərabər DB 6'dır. Bizdən nə istəyir? Bizdən AB parçasının uzunluğunu istəyir. AB parçası nə qədərdir? AB parçası AC ilə CB'nin cəmidir. 9X ilə 3X'in cəmidir 12X. Bütün AB 12X'dir. X də 6. 12 olsun 6 bərabərdir 72'ye. Cavab B variantı. Sual 9. Uzunluğu 18 cm olan parça 3 bərabər hissəyə bölünmüşdür. Birinci və üçüncü hissələrin orta nöqtələr arasındakı məsafəni tapın. Gəlin parçanı çəkək. AB parçası 3 bərabər hissəyə bölünmüşdür. 3 hissəyə bölə C və D. Uzunluğu 18-dir. Deməli hər bir hissə 6 cm-dir. 3 bərabər hissəyə bölünür. Bizdən birinci və üçüncü hissənin ortaları. Birincinin ortası bura bir M deyim, bura bir N deyim. Onda AC 6'dırsa və M onun orta nöqtəsidir. Orta nöqtəni parçanın yarıya bölür. M-si olacaq 3, onda DN də olacaq 3. N ilə bu kənarlarda 3'dür. Bizdən nə istəyir? Bizdən istədiyi M-in məsafəsidir. M-in tapmaq üçün nə edərik? M-in də bu hissədir. MC 3, üstə gəl 6, üstə gəl 3. Yəni bu olar 3, üstə gəl 6, üstə gəl 3 bərabər 12'ye. Cavab C variantı. Sual 10'da oxşar qaydanın indi bizdə uzunluq 18 yox 40 cm-dir. Onda yazsaq yerinə bu uzunluq 40 cm-dir. 48 cm. Hər biri 3 bərabər hissəyə bölünür. Deməli hər bir hissə 16 cm. Onda AC olar 8. M nöqtəsi yarıya bölüb 8, 8. Eynən burada 8, 8. Onda M-in məsafəsi nə qədər olar? 8 üstə gəl 16 üstə gəl 8 bərabər 32'ye. B variantı. Sual 11. Uzunluğu 50 cm olan parça 5 bərabər hissəyə bölünmüşdür. İkinci və 5-ci hissələrin orta nöqtələr arasındakı məsafəni tapın. AB parçası çəkək və 5 bərabər hissəyə bölək. Uzunluğu 50 cm isə hər bir hissə olacaq 10 cm. Bizdən ikinci və 5-ci hissələrin. Bu ikinci hissədir, bu da 5-ci hissə. Bura M deyim, bura N deyim. Onda burada 5'dir, çünki bu parça özü 10'dur. Yarıya böl, orta nöqtəsi onu bölüb 2 yerə. 5 və 5. Deməli burada 5'dir. Bizdən bu M-in məsafəsini istəyir. Onda M-in olar 5, üstə gəl bura 10'dur, üstə gəl bu hissə də 10'dur, üstə gəl bu hissə isə 5'dir. O da bərabərdir 30 cm.
Sual 12. Uzunluğu 48 cm olan parça 1 bölünsün 2 bölünsün 3 nisbətində 3 hissəyə bölünmüşdür. Birinci və ikinci hissələrin orta nöqtə arasındakı məsafəni tapın. Gəl bir əvvəlcə bunu bölək. 1 bölünsün 2 bölünsün 3 nisbətində bölünübsə, bunu yazaq biz K qaydasına ələdiyim verilmiş ələdlərlə düz mütənsitlərə bölünməsi. Yəni buna 1K deyirəm, buna 2K deyirəm və 3K. Cəmini bərabər edək 48-ə. 6K bərabərdir 48, K bərabərdir 48 böl 6 edər 8. K'nın 8 olduğunu tapdım. Gətir yerinə yazsam, deməli bizim hissələr K8, 2 vur 8, 16, 3 vur 8, 24. Deməli parçalar 8, 16 və 24'dür. İndi verilən parçanı çəkək. 8, 16 və 24. AB, C və D olsun. Bura 8'dir, 16 və 24. Bizdən istəyir birinci və ikinci hissələrin orta nöqtələr arasındakı məsafə. Bura birinci hissə, bura ikinci hissə. Orta nöqtə deyirsə bura olacaq 4, bura olacaq 8. 4 ilə 8'in cəmi edir 12 cm. D variantı. Sual 13. Parça 1 bölünsün 1 bölü 2 bölünsün nisbətində 3 hissəyə bölünmüşdür. Birinci və üçüncü hissələrin orta nöqtələr arasındakı məsafə 32 cm olarsa, parçanın uzunluğunu tapın. Bizdə bu dəfə belə tərsinədir. Birinci və üçüncü hissələrin ortası verilir bizə. Gəlin şəkli çəkək. Üç hissəyə bölünüb 1, 2 və 3 nisbətində. Onda mən bura 1K deyərəm, bura 2K deyərəm, bura 3K deyərəm. Bizə verib birinci və üçüncü hissələrin ortası. Onda bura bir C deyim, bura bir D deyim. Onda bura bir M deyim, bu da N olsun. Bu M'in nə qədərdir? AC özü K'dır. Onda MC K'nın yarısı. Yəni bura olur. Yəni buradan yazılır. K bölünsün 2. Üstə gəl. Bizə baxın bu məsafə verilib. Birinci və üçüncü hissələrin ortaları. M'in məsafəsi. Bu K bölünsün 2 buradır. CD 2K'dır. Üstə gəl 2K, üstə gəl. DN də nə qədərdir? DB'nin yarısı 3K'nın yarısı da 3K bölü 2. O da bərabərdir. K bölü 2 yəni bu nədir? 0,5K. Üstə gəl 2K, üstə gəl. Yəni 0,5K, üstə gəl 2K, üstə gəl. 3 bölü 2'dir 1,5K. Cəmi nə edər bunların? 0,5 ilə 2'nin cəmi 2,5, üstə gəl 1,5 edər bu. Cəmi edər 4K. Və bu 4K bərabərdir verir bizə ki 32'dir. Onda K bərabər buradan 8'ə. K'nın 8 olduğunu tapdım. Bizdən nə istəyir? Parçanın uzunluğu. Parçanın uzunluğu nə qədərdir? Parçanın uzunluğu K, 2K və 3K'nın cəmi, yəni 6K'dır. K da bizdə 8'dirsə, 6 vurulsun 8 bərabərdir 48'ə. Parça oldu 48 cm. Sual 14. Uzunluğu 30 cm olan parça 3 müxtəlif hissəyə bölünmüşdür. Ortadakı parçanın uzunluğu 800 cm olarsa, kənardakı parçaların orta nöqtə arasındakı məsafəni deyir tapın. Gəlin verilən parçanı çəkək. AB parçası deyək. 3 müxtəlif hissəyə bölünmüşdür. C və D deyək. Bizdən istədiyi, bizə bu C'dən uzunluğu 8'dir. Kənardakı parçaların, bizə verib ki, kənardakı parçaların, yəni AC ilə DB'nin orta nöqtələri arasındakı məsafəni tapın deyir. Baxın, bu M deyim, bura N deyim. Bu M ilə N, AC ilə DB'nin uyğunları yarıya bölür. Yəni, mən burada AM-ə bura X desəm, deməli burada X-dir. D-yə bura Y desəm, deməli burada Y-dir. Bizə verdiyi nədir? Bizə verib ki, bütün parça 30'dur. Bütün parça nədir bəs? AC 2x, üstə gəl CD 8, üstə gəl DB, yəni 2y bərabər 30'a. Bunu həll etsən, 2x üstə gəl 2y. 8'i keçin bərabərliyin sağla. 30 çıxılsın 8 edər bu. 20
2. X üstəgəl y, buradan mən 2-ni çıxarım mütərizə xaricinə. X üstəgəl y bərabər 22-yə. Buradan da x üstəgəl y bərabərdir. 22-ni bölsəm 2 edər 11. Deməli, x ilə y-in cəmi 11-dir. Bunu saxlayaq. Bizdən nə istəyir indi? Kənardakı parçaların orta nöqtələr arasındakı məsafə. Yəni biz nə istədik? Baxın, bu m-in məsafəsidir. Yaxşı, bəs m-in məsafəsi nəyə bərabərdir? X üstəgəl 8, x 8 və y-in cəmi. Bu üçün cəminin x üstəgəl 8 üstəgəl y. Gəlin bu toplanan yerini dəyişim, yazın belə. X üstəgəl y üstəgəl 8. Və biz tapdıq ki, x ilə y-in cəmi 11-dir. Gətir burada yerinə 11 yazaram. 11 üstəgəl 8 bərabərdir 19-a. Bu məsafə oldu 19 cm. D variantı. Sual 15. Yine eyni qaydanı bu sualın üzərində izah edək. Bir şəkil çəkməyə vaxtımız getməsin. Bir də deyir ki, uzunluğu 30 cm olan parça 3 müxtəlif hissəyə bölünmüşdür. Kənardakı parçaların orta nöqtə arası məsafə 16. İndi bizdə bu məsafə 16-dır. Bizdə indi nə istəyir? Ortadakı parçanın uzunluğunu istəyir bizdən. Bizə baxın. Gəlin bu şəkli buradan götürək. Bizə verilib ki, uzunluğu 30 cm olan parça. Gəlin mən bu CD-ni bilməyəm. Gəlin buraya bir A deyim. Bu CD-nin uzunluğu olsun A. Bizə bu A-nın uzunluğu lazımdır. Ümumi uzunluğu 30-dur. Ümumi uzunluğu nədir? AC 2x üstəgəl CDA üstəgəl DB 2y. Bu bərabər 30-a. Bizə verilən bunu. Və deyir ki, bizə kənardakı parçaların orta nöqtələr arasındakı məsafə 16. Yəni bizdə bu m-in məsafəsi 16-dır. M-in nədir bəs? M-in x üstəgəl y üstəgəl a-dır. Yəni bu üçün cəmi bərabər 16-ya. Bizdən nə istəyir? Ortadakı parçanın uzunluğunu. Bizdən istədiyi isə A bərabər sual. Gəlin indi mən bu ifadəni parçalayayım. Çünki bizə x plus y plus a verilib. Gəlin belə yazaq. Mən bunu yazıram. 2x yazıram. X üstəgəl x üstəgəl a üstəgəl y yazıram. Y üstəgəl y. Bərabər 30-a. Sadəcə mən burada 2x ilə 2y parçalayıb x üstəgəl x və y üstəgəl y yazdım. Biz tapmışıq ki, bu üçün cəmi 16-dır. Yəni x üstəgəl y üstəgəl a cəmi 16-dır. Bunun yerinə yazıram 16. Onda bizim bu ifadə necə olacaq? X üstəgəl 16 üstəgəl y bərabər 30-a. Buradan 16-ın keçirən bərabərliyin sağına taparam ki, x ilə y-in cəmi bərabərdir. 30 çıxılsa 16 edər 14. X ilə y-in cəmi elədir 14. X ilə y-in cəmini ki, tapdıq biz 14. İndi bizə nə lazımdır? A-nın uzunluğu. Yenə baxırıq bu ifadəyə. X üstəgəl y plus a nədir? 16-dır. Və biz tapdıq ki, x ilə y-in cəmi 14-dür. Deməli, 14 üstəgəl a bərabər 16-ya. Gətirdim bu ifadədə x ilə y-in yerinə x plus y-in yerinə 14 yazdım. Qaldı 14 üstəgəl a bərabər 16-ya. Buradan a-dır nəyə bərabərdir? 16 çıxılsın 14 edər 2. A oldu 2, B variantı. Sual 16. P nöqtəsi M parçasının, K nöqtəsi isə MP parçasının, L nöqtəsi isə MK parçasının orta nöqtəsidir. LP bərabər 12 olarsa, M-in parçasının uzunluğunu tapın. Yəni biz şəkil çəkək. M-in parçası götürək. Bizə deyir ki, P nöqtəsi M-nin, burada tən ortada bir P nöqtəsi qeyd edirəm. K nöqtəsi MP-nin, bu MP-nin ortasında bir K nöqtəsi qeyd edirəm. L nöqtəsi isə
MK'nın L nöqtəsi isə MK'nın orta nöqtəsidir. Aha, indi baxın, L nöqtəsi MK'nın orta nöqtəsidirsə, bura x-dırsa, bura x-dir. K nöqtəsi MP'nin orta nöqtəsidirsə, bura 2x-dırsa, deməli burada 2x-dir. P nöqtəsi MP'nin orta nöqtəsidirsə, MP x cəmiyyət 4x, deməli burada 4x-dir. Bu qaydada. İndi bizdən nə? Bizdə ki LP 12-dir. LP nədir? LP baxın uşaqlar, bu hissədir. Nə qədərdir bəs LP? LK-la KP-nin cəmi, yəni x-la 2x-in cəmi, yəni 3x bərabər 12-yə. Onda x bərabərdir 12 bölünsün 3-ə 4-ə. Yəni x-in 4 olduğunu tapdım. Məndən nə istəyir? M-ni. Bəs M-in nə qədərdir? M-in 4x buradır, 4x buradır. M-in cəmi 8x-dir. X də 4-dürsə, 8 vurulsun 4 bərabərdir 32 cm. D variantı. Sual 17. Bir nöqtədən çıxan 3 şüanın əmələ gətirdiyi bucaqların sayını tapın. Bir nöqtədən n sayda şüa çıxırsa, alınan bucaqların sayı n vurulsun, n çıxılsın, 1 bölünsün 2 düsturlu hesablanır. Onda n bizə 3-dürsə, 3 vurulsun, 3 çıxılsın, 1 bölünsün 2. 3 vurulsun 2 bölü 2 bərabərdir 3-ə. 2-lər 7 ixtisar ona görə. Sual 18. O nöqtəsindən çıxan 5 şüanın əmələ gətirdiyi bucaqların sayını. Onda yenə həmin düsturla 5 vurulsun, 5 çıxılsın, 1 bölü 2. Bu da bərabərdir 5 vurulsun 4 bölü 2 edər 20 bölü 2, 10. Sual 19. Düz bucaq 2 bölünsün 3 nisbətində 2 bucağa bölünmüşdür. Düz bucaq yəni dərəcə ölçüsü 90 dərəcəyə bərabər olan bucaq. Düz bucaqdır. 2 bölünsün 3 nisbətində olsun A, O, B bucağı və OC şüası onun 2 bölünsün 3 nisbətində. Yəni bölmə varsa, nisbət varsa nə var? K qaydası var. Birinə 2K deyərəm, birinə 3K deyərəm. Bu 2K-nın 3K-nın cəmi mənə nəyi verir? 90 dərəcənin düz bucağı. 2K üstəgəl 3K bərabər 90 dərəcəyə. 5K bərabər 90 dərəcə. K bərabər 90 bölü 5, yəni 18 dərəcə. Bizdən nə istəyir? Alınan bucaqların kiçiyini. Biz ələn K-nı tapmışıq, bucaqların hiçbirini tapmamışıq. Bizim bucaqlar 2K-nın 3K-dır. K 18-dirsə, bizdən kiçiyini istəyir. Kiçiyi 2K-dır. 2 vurulsun 18 bərabər 36-ya. Sual 20. Açıq bucaq dərəcə fərqi 20 dərəcə olan 2 bucağa bölünmüşdür. Yəni bu deməkdir ki, bucaqlardan biri digərindən 20 dərəcə böyükdür. Açıq bucaq çəkək. Yəni bucaqlardan biri digərindən 20 dərəcə böyükdür. Mən burada məsələn x desəm, digəri olur x üstəgəl 20. X plus 20-dən biz x çıxsa qalar 20. Dərəcə fərqi 20-dir. Və 2 bucaq bölünübsə, bu x-la x plus 20 qonşu bucaqlardır. Və yaxud da onsuz açıq bucaq dediyindən bizə x-la x plus 20-nin cəmi, yəni bu bucaq bizə verər açıq bucağı, yəni 180 dərəcəni. Bu tənliyi həll etsəm 2x bərabərdir. 20-ni keçin bərabərliyin sağına 180 çıxılsın 20 edir, 160 dərəcə. X də bərabər buradan 160 bölünsün 2 edər 80 dərəcə. Mən x-ı 80 dərəcə tapdım. Digəri nədir? Bəs x plus 20, yəni 80 plus 20 100 dərəcə. Bizdən nəsə kiçik bucaq 80 dərəcə. Sual 21. Şua 160 dərəcəyə bərabər olan bucağı 1 bölünsün 4 nisbətində bölür. Yəni bizdə 160 dərəcəli bir bucaq var. Və şua da onu 1 bölünsün 4 nisbətində olan 2 bucaq bölür. Ümumi bucaq 160 dərəcədir. Və şua 1 bölü 4, yəni 1K, 4K. Nisbət varsa K qaydası var. 1K, 4K. Cəmi nədir? 4K ilə 1K-nın cəmi 5K. Yəni 4K üstəgəl 1K bərabər 5K-ya, yəni 5K bərabərdir 160 dərəcə. Bunu da həll etsəm, x bərabər 160-ı bölsəm bir şeydə 32 dərəcə. K oldu 32 dərəcə. Bizdən nə istəyir? Alınan bucaqların fərqini.
Gətirib biz burada K-nı yerinə yaza bilərik və hər bir bucaq tapa bilərik. Və yaxud da gəlin birinci yolla yazaq, sonraki yolda yayıq. K32-dir. Bəs 4K-nı 4 vur 32. 4-ü vursam 32 edər bu 128 dərəcə. Bizdən bunların fərqini istəyir. 128-dən də çıxsam mən 32-ni edər bu 96 dərəcə. Yəni fərqi 96 dərəcədir. Və yaxud da bizim bucaqlar 4K-la K-dır. Bunların fərqi nədir? 4K çıxılsın K bərabər 3K-ya. Fərqi 3K-dır. K da 32 olduğundan 3 vur 32 bərabərli 96. Eyni cavab almış olaraq. C variantı. Sual 22. Şua 70 dərəcəli bucağı fərqləri 30 dərəcə olan iki bucağa ayırır. Şua 70 dərəcəli bucağı fərqləri 30 dərəcə olan iki bucağa ayırır. Yəni bu nə deməkdir? Bucaqlardan biri digərindən 30 dərəcə böyükdür. Birinə x desəm, digəri x plus 30-dur. Və bunların cəmi bərabərdir 70 dərəcəyə. Bu tənliyi həll etsəm 2x bərabərdir. Keçim 30 sağ olur, 70 çıxılsın 30, yəni 40 dərəcə, x bərabər 40 bölü 2, 20-yə. Gətirib yerinə əssəm, onda bucaqlardan biri 20 dərəcə, digər isə 20 üstə qədər 30, yəni 50 dərəcə. Bunların nisbətini istəyir. Nisbəti 50 bölünsün 20. 50-ni bölsəm 20-yə, sıfırlar gedər, yaxsar qalar 5 bölü 2. Bax, belə kəsir xəttinə ikisi də eyni cavab verər. 5 bölü 2 nisbəti. Baxın, bizə 5 bölü 2 yoxdur. Onda bizdən istədiyi 20 bölünsün 50-dir. Bizdən çünki bizə demir ki, böyüyün kiçiyə, yaxud da kiçiyin böyüyə. Əgər cavabda 5 bölünsün 2 olsaydı, o da doğru cavab olardı. Onda biz burada kiçiyinin böyüyünə nisbətini götürək, 2 bölünsün 5 olar. C variantı. Sual 23. Şəklin üzərində işləsək, AOC 30 dərəcə, COB 50 dərəcə olarsa, AOC və COB bucaqların tənböləni arasındakı bucağı tapın deyir. Tənbölən bucağın tənböləni bizə AOB bucağı verilsin. Tənbölən bucağın daxilindən keçərək onu yarıya bölən şuadır. Yəni burada alfadır, burada alfa. Məsələn, burada 30 dərəcədirsə, burada 30 dərəcədir. Tənbölən bucağı yarıya bölür. Bizdən bu bucaqların tənbölən arasındakı bucağı istəyir. Gəlin birinci mən buradan OD deyib, OD tənbəlini çəksəm, AOC-nin tənbəlini çəksəm, AOC 30 dərəcədir. Deməli, burada 15 dərəcədir, burada 15 dərəcədir. Sonra davam edib mən BOC-nin tənbəlini çəksəm, BOC 50 dərəcədir. Onda burada 25 dərəcədir, burada 25 dərəcədir. Məndən istədiyi bu tənbələnlər, yəni bura bir K deyim, o K ilə OD bucağı, yəni belə deyək, bizdən istədiyi bu KOD bucağıdır. Bizdən istədiyi bu KOD bucağıdır. O da nədir? 25 ilə 15-in cəmi, yəni 40 dərəcə. Cavab B variantı. Sual 24. OC şuası AOB'nin, OD şuası isə AOC'nin tənbələnidir. Gəlin sualın üzərində işləyək. OD şuası AOC'nin, yəni mən burada x desəm, burada x-dir. Və sonra deyək ki, bizə OC şuası AOB'nin, yəni bura OC tənbələndirsə, burada 2x-dirsə, x-in cəmi 2x. Onda burada 2x-dir. Və bizə deyir ki, AOD 35 dərəcə. AOD haradır bəs? AOD baxın, bu bucaqdır. Yəni nə qədərdir? Bu 1x-dir. Yəni bu x bərabərdir 35 dərəcəyə. Bizdən nə istəyir? AOB-ni. Yəni bütöv AOB bucağını, bəs bu nə qədərdir? 2x ilə 2x-in cəmi, yəni 4x. X 35-də 4 vurulsun, 35. O da nəyə bərabər olar? 4 dəfə 5, 20, yəni 140 dərəcə. C variantı. Sual 25. BY şuası, yəni sualların üzərində işləyək.
BY şüası ABD'nin tənbələni. ABC bərabərdir 150 dərəcə. Baxın, ABC 150 dərəcədir. COD verib 30. Deməli, ABD-yə nə qədər qaldı? 150 çıxılsın 30, yəni 120 dərəcə qaldı ABD-yə. Bunu tapdıq və bu B-yə tənbələndi. Yəni 120 dərəcəli bucaq yarıya bölür. Onda buna hər biri olar 60 dərəcə, 60 dərəcə. Bizdən nə istəyir? AB-yeni. AB-yə tapdıq ki, elə 60 dərəcədir. Növbəti sual 26. OK şüası MOF-in tənbələni. Yəni bu tənbələndi bura. Sonra ON perpendikulyardır OF-yə. Yəni deməli bu bucaq düz bucaqdır. NOF bucağı düz bucaqdır. Və OK da tənbələndi. Bunları qeyd edək. MOF 156 dərəcə. Baxın inşallah. MOF 156 dərəcədirsə, deməli OK tənbələndi. Onda 156-nı mən bölsəm 2-yə nə olar? 78 dərəcə. Onda baxın, deməli bu KOF də 78 dərəcədir. Deməli bu bucaq da 78 dərəcədir. Və biz bilirik ki, NOF bucaq düz bucaqdır. Düz bucaq nə qədərdir? 90 dərəcə. Burada KOF 78-dirsə, 90-dan çıxsam 78-i edər 12. Deməli bu kiçik bucaq baxın bura olar, onda 12 dərəcə. Bizdən də yəqin bunu istəyir. KON yəni 12 dərəcə B variantı. Növbəti sual 27. OS şüası AOD-nin, OY şüası COB-nin tənbələndir. OS şüası AOD-nin, yəni bura X-dırsa, burada X-dır. Və OY şüası isə COB-nin, bura Y-dirsə, onda burada Y-dir. Məndə bu D, bax, məndə bu DOY səsi yoxdur. Gəl mən bu DOY 1 alfa A desəm, A bucaq desəm, onda nə olacaq? Bu COD, COY uşaqlar. OY tənbələndi, yəni COY bərabərdir DOY-yə. COY nədir? X-ın A-nın cəmi, yəni X üstəgəl A. Onda BOY də X üstəgəl A-dır. Yəni Y istəyirəm yerinə X üstəgəl A yazıram ki, məndə dəyişənin sayı az olsun. Və bizə verib ki, COB 100 dərəcədir. COB 100 dərəcə. COB haradır bəs? COB baxın inşallah, bu bucaqdır. Bu 100 dərəcədir. Nədir bu COB? COB bucağı X, COB bucağı X plus A və X plus A. Yəni X üstəgəl A üstəgəl X üstəgəl A. O da bərabərdir 2X üstəgəl 2A. O bərabər 100 dərəcəyə. Buradan 2-ni çıxarım mütərizə xaricinə. X üstəgəl A bərabər 100 dərəcə. Bura nə? X plus A bərabərdir. 100-ü bölsəm 2 edir 50 dərəcə. Deməli tapdım ki, X plus A nədir? 50 dərəcədir. X plus A bərabərdir 50 dərəcəyə. Deməli burada COY də 50 dərəcədir. Çünki OY tənbələndir. DOY isə 20 dərəcədir. DOY haradır bəs? DOY isə baxın bu A dediyimiz. Burada 20 dərəcədir. X plus deməli A, biz tapdıq ki, A bərabər 20 dərəcə. Və biz tapmışıq X plus A 50 dərəcədir. Onda X plus A 50 dərəcədirsə, A da 20-dirsə, X plus 20 bərabər 50 dərəcəyə, onda X bərabər 30 dərəcəyə. Bizdən nə istəyir bəs? Bizdən istədiysə AOB bucağıdır. Yəni bütöv bucaq AOB bucağı. Bəs AOB nə qədərdir? AOB X üstəgəl A, X üstəgəl A və bir dənə də X-dir. Biz tapdıq X nədir? 30-dur və tapdıq ki, bizə də verib ki, zaten COB də onsuz da, yəni bu bucaq da 100 dərəcədir. 100 dərəcəni 30 dərəcəni cəmi edər, 130 dərəcə B variantı. Sual 28. Qonşu bucaqlar 3/5 nisbətindədir. Biz bilirik qonşu bucaqların cəmi 180 dərəcədir. Nisbət varsa K qaydası var. 3/5, birinə 3K deyərəm, birinə 5K deyərəm. Bunların cəmi qonşu olduğunda olur
180 dərəcə. 8K bərabərdir 180 dərəcə. K bərabər 180 bölü 8 edər 20 dərəcə. Bizdən nəsə böyüyünü? Böyüyü 5K-dır. K da 20-dirsə 5 vur. Bu bucaqların böyüyünü deyir tapın. 3, 5, 8. Yox, səhvimiz var uşaqlar. Biz 188-ə bəlkə 20 eləmir. Bunu düzəldək. 180-i gəlin 8-ə bölək. 18 8-ə bölsəm edər 2 dəfə. 2 dəfə 8, 16. 16-8-dən 6 çıx, 16 çıxsam 2. 20-ni 8-ə bölsəm edər 2 tam. 2 dəfə 8, 16. 20-dən 6 çıxsam 4. 4-ü bölsəm 8-ə 0,5. Yəni 22,5. Deməli, K bərabərdir 22,5-ə. K oldu 22,5. Bizdən nə istəyir? Böyüyünü, yəni 5K-nı. 5-i də vursam mən 22,5-ə nə edər? 5-i vuraq 22,5-ə. Gəlin bunu hesablayaq. 22,5 vurulsun 5. 5 dəfə 5, 25. 1 yadda, yox 2 yadda. 5 dəfə 2, 10. 2 də yadda, 12. 2 yazıram 1 yadda. 5 dəfə 2, 10. 1 də yadda, 11. Yəni 112,5 C variantı. Sual 29. Qonşu bucaqları 5 bölü 7 nisbətindədir. Bu bucaqların fərqini tapın. Qonşu bucaqlar 5 bölü 7, yəni birinə 5K deyirəm, birinə 7K. Cəmi bərabərdir 180 dərəcəyə. Buradan 12K bərabərdir 180 dərəcə. K bərabər buradan 180 bölü 12 nə edər? 15 dərəcə. K-nın 15 dərəcə olduğunu tapdım. Gətirin mən K-nın yerini yazaram. 5K-dan 7K. Bucaqların biri olar 5 vur 15. 75 dərəcə. 7 vur 15 isə elər bu 105 dərəcə. Mən 105-dən çıxsam 15 dərəcə nə edər? 30 dərəcə. Amma heç buna ehtiyac yoxdur. Bizim bucaqlar 7K-dan 5K-dır. Fərqi nədir? 7K-dan çıxaram 5K-nı bərabər olar 2K-ya. Deməli, fərqi 2K-dır. K da 15-dir. 2 vurulsun 15 bərabərdir 30 dərəcə. B variantı. Sual 30. Qonşu bucaqların biri digərindən 4 dəfə böyükdür. Bu bucaqların kiçiyini tapın. Qonşu bucaqların biri digərindən 4 dəfə böyüdürsə, mən birinə x desəm, digər 4x-dir. Və qonşu olduğundan bunların cəmi bərabərdir 180 dərəcəyə. Bu tənliyi həll etsəm, 5x bərabərdir 180 dərəcə, x bərabərdir 180 bölü 5 edər 36 dərəcə. Bizdən kiçiyini istəyir. Kiçiyi x-dir, o da elə 36 dərəcədir. Sual 31. Qonşu bucaqların biri digərindən 3 dəfə kiçikdir. Bu bucaqların böyüyünü tapın. Qonşu bucaqlar bilirik ki, cəmi 180 dərəcədir. Mən birinə x desəm, biri digərindən 3 dəfə kiçikdir. Yəni, bu deməkdir ki, biri digərindən 3 dəfə kiçikdir və yaxud da biri digərindən 3 dəfə böyüdür. Yəni, mən böyüyünə 3x desəm, kiçiyi 3x-dən 3 dəfə kiçik edir x. Niyə belə dedik? Mən birinə x desəm, digəri buna 3 dəfə kiçik. Olacaq x bölünsün 3. Kəsr alınmasın deyə birinə 3x deyirəm, birinə x deyirəm. Böyüyünə 3x deyirəm, kiçik isə bundan 3 dəfə kiçik olur x. Və bunların cəmi bərabərdir 180 dərəcəyə. Bunu həll etsək 4x bərabərdir 180 dərəcə. X bərabər 180 bölür edir 45 dərəcə. Bizdən böyüyünü istəyir. X kiçikdir, yəni 45 dərəcə. Böyüyünü tapmaq üçün ya 180-dən çıxaram 45-i, ya da 3-ə vuraram. Gerçi 3-ə vursam əgərsə, bu elər 135 dərəcə. C variantı. Sual 32. Qonşu bucaqların fərqi 40 dərəcədir. Qonşu bucaqlar mən birisinə alfa deyim, birinə beta deyim. Bilir ki, bunların cəmi 180 dərəcədir. Fərqi isə alfa çıxılsın beta bərabərdir 40 dərəcə. 2-dən tənliyi aldı, bunun sistemi alıb həll etsək, sistem tənliyi həlli üsullarından biri tərəf-tərəf toplamadır. Biz bu iki tənliyi tərəf-tərəf toplasaq, betalar gedər islah. Betalar islah gedər və alfanın cəmi edər. 2 alfa bərabərdir 180-ə 40-ın cəmi 220. Onda burada alfa bərabər 220 bölü 2 edir 110 dərəcə. Alfanın 110 dərəcə olduğunu tapdım. Gətirib istənilən tənliyi birində yerinə yazsam, məsələn birincidə yazıram yerinə
110 üstə gəl beta bərabərdir 180 dərəcəyə. Beta da bərabərdir 180 çıxılsın 110 edər 70 dərəcə. Yəni qonşu bucaqların biri 110-dur, digəri isə 70 dərəcədir. Bizdən kiçiyini istəyir, kiçiyi 70 dərəcə B variantı. Sual 33. Qonşu bucaqların biri digərindən 20 dərəcə kiçikdir. Bu bucaqların böyüyünü tapın. Yəni mən birinə x desəm, digəri buna 20 dərəcə kiçik olur. X çıxılsın 20. Və biz bilirik ki, qonşu bucaqların cəmi 180-dir. X ilə x minus 20-nin cəmi bərabərdir 180-ə. Bunu həll etsəm əgərsə 2x bərabərdir. Keçirdirəm 20-ni sağa olur 180. Üstə gəl 20. 2x bərabər buradan 200-ə. X bərabər 200 bölü 2 edir 100 dərəcə. X tapdım 100 dərəcə. Qonşu bucaqların biri 100 dərəcədirsə, deyir ki, digər bundan 20 dərəcə kiçik. Biz birinə x demişdik, digərinə x çıxılsın 20. Gətirib yerinə yazsam, 100-dən çıxsam 20 edər 80. Yaxud da 180-dən çıxsam 100 edər 80. Bizdən böyüyünü istəyir, böyüyü A variantı 100. Sual 34. Qonşu bucaqların biri digərinin 20%-ni təşkil edir. Bu bucaqların fərqini tapın. Mən bu bucaqların birinə x desəm, x-in 20% nədir? X vurulsun 20 bölünsün 100. Bu da edər 0,2x. Deməli, qonşu bucaqların biri x-dırsa, digəri olur 0,2x. Yəni onun 20%. Bunların cəmi bərabər 180 dərəcəyə. 1,2x bərabər 180 dərəcə. X də bərabər 180 bölünsün 1,2. 180-i 1,2 bölmək üçün biz onluq kəsrə bölmək üçün elə mərtəbə var, yəni 10-a 100-ə 1000-ə vurmalıyıq ki, bölən natural olsun. Hər ikisi mən 10-a vursam olur. X bərabər 1800 bölünsün 12. 1800 12 bölsəm nə edər? 180 12 bölsəm edir 15. Ardından birdən 0 150. Deməli, x elədi 150. Bu bucaqların fərqini tapın. Deməli, x qonşu bucaqların biri 150-dirsə, digəri onun 20%-dir. Yəni, mən 150-nin ya 20%-ni taparam, ya da biz bilirik ki, biz qonşu bucaqların cəmi 180-dir. Biri 150-dirsə, digərini tapmaq üçün 180-dən çıxaram 150-ni. Onlar 30 dərəcə. Və yaxud da elə biz 0,2x-ni tapsaq 20%-ni. Yenə 30 dərəcə alınacaq. Bizdən isə fərqini. Fərqi isə 150-dən çıxaram 30 edər 120 dərəcə D variantı. Sual 35. AOB nöqtələri bir düz xətt üzərindədir. Yəni bu o deməkdir ki, AOB bucağı açıq bucaqdır. BOC verir bizdə 40 dərəcə olarsa, AOC-ni tapın. Görürük ki, biz burada AOC ilə BOC qonşu bucaqlardır. Və biz bilirik ki, qonşu bucaqların cəmi 180 dərəcədir. Bunlar qonşu bucaqlardır. Onda bu x desəm, x ilə 40-ın cəmi bərabər 180 dərəcəyə. X də bərabər 180 çıxılsın 40. Bərabər 140 dərəcə. D variantı. Sual 36. AOC ilə BOC qonşu bucaqlarda biri x, digərisi x plus 40-dır. Qonşu bucaqların cəmi 180 dərəcədir. X üstə gəl 40 bərabərdir 180 dərəcə. 2x üstə gəl 40. Buradan x-lan cəmi elədi 2x, 40 keçirim sağ tərəfə. 2x bərabər 180 çıxılsın 40. 2x bərabər 140-a, x də bərabər 140 bölü 2 edir 70. Deməli, x 70-dir. X plus 40 isə 70 ilə 40-ın cəmidir 110. Ya da 180-dən çıxaram 70 edir 110. Bizdən x istəyir A variantı. Sual 37. AOB nöqtələri bir xətt üzərindədir. Yəni bu bucaq açıq bucaqdır. AOC çıxılsın COB 80 dərəcə. Bu nə deməkdir? Yəni AOC-dən COB-ni çıxıblar edib 80 dərəcə. Bu onu göstərir ki, AOC COB-dən 80 dərəcə böyükdür. Yəni mən burada COB x desəm, AOC olur x üstə gəl 80. Həqiqətən mən x üstə gəl 80-dən x-i çıxsam, x-lar gedər x-lar qalar 80. Bizə bunu verir. Onu da bizdən istəyir ki, AOC-ni tapın. Yəni x plus 80-im. X plus 80-dən x nədir? Qonşu bucaqlardır. AOC ilə COB. Qonşu bucaqların cəmi bərabər 180 dərəcəyə. X üstə gəl 80 bərabərdir 180 dərəcə. 2x bərabər 80 keçim sağ tərəf olur. 180 çıx 80-dir 100 dərəcə. X bərabər buradan 100 bölü 2 edir
50 dərəcə. X-in 50 dərəcə olduğunu tapdım. Gətir yerinə yazsam. X 50-dirsə, X plus 80 də 50 ilə 80 cəmidir 130 dərəcə. Bizə AOC-ni istəyirdi 130 dərəcə. A variantı. Sual 38. AOB nöqtələri bir xətt üzərindədir. Yəni AOB açıq bucaqdır. Alfa bərabər 30 dərəcə olarsa bizə alfanın 30 dərəcə olduğu verilib. Deməli beta nə qədərdir? Qonşu bucaqlardırsa beta onda 180 çıxılsın 30 edir 150 dərəcə. 180-dən çıxdım 30 elədi 150 dərəcə. Çünki qonşu bucaqların cəmi nədir? 180 dərəcə. Bizdən istəyir 2 beta çıxılsın 4 alfanın. Gətir betanın alfanın qiymətini yerinə yazsam 2 vurulsun. Beta məndə 150-dir. Çıxılsın 4 vurulsun alfa 30-dur. Onda bərabərdir. 2-ni vursam 150 edər 300 dərəcə. Çıxılsın 4-ü vursam 30 edər 120 dərəcə. 300-dən də mən çıxsam 120 edər 180 dərəcə. C variantı. Sual 39. Yəni bizdə AOB açıq bucağı verilib. Şəklə əsasən alfa plus beta cəmini tapın. Baxa bu şəkildə. Bu ümumi bucaq nə qədərdir? Açıq bucaqda AOB bucağı 3 hissəyə bölünüb. Alfa, 110 və beta. Deməli bunların cəmi alfa üstəgəl 110 dərəcə üstəgəl beta bərabər 180 dərəcəyə. Məndən alfa ilə betanın cəmini istəyir. Buradan keçirirəm mən 110 sağ tərəfə. Onlar alfa üstəgəl beta bərabərdir 180 çıxılsın 110. Alfa üstəgəl beta bərabər buradan 180-dən çıxsam 110 edər 70 dərəcə. Deməli alfa ilə betanın cəmi də 70 dərəcə. A variantı. Sual 40. Şəklə əsasən X tapın. Yəni bu üçün cəmi 180 dərəcədir. Açıq bucağı əmələ gətirir. 2x üstəgəl 70 üstəgəl 50 bərabər 180 dərəcə. Bunu həll etsəm 2x bərabərdir. 70 ilə 50-nin cəmidir 120. Keçirəndə bərabərliyin sağ tərəfinə vurur 180. Çıxılsın 120. 2x bərabər 60 dərəcə. X bərabər 60 bölü 2 edir 30 dərəcə. D variantı. Sual 41. Şəklə əsasən alfa plus beta plus gamma cəmini tapın. Burada görürük ki alfa ilə gamma qarşılıqlı bucaqlar, betanın 145-də qarşılıqlı bucaqlardır. Və bilirik ki, qarşılıqlı bucaqlar bir-birinə bərabərdir. Bura 145 isə beta 145 ilə qarşılıqlıdır. Deməli beta da 145-dir. Deməli buradan beta oldu 145 və alfa da betanın qonşusudur, gamma da betanın qonşusudur. Deməli buradan alfanı tapmaq üçün nə edərik? 180-dən çıxıram 145-i edər 35 dərəcə. Deməli alfa 35 dərəcədir. Eyni ilə gamma ilə alfa qarşılıqlı olduğundan gamma da olar 35 dərəcə. Bizdən nə istəyir? Alfa plus beta plus gamma cəmini. Alfa bizdə 35 üstəgəl beta 145 üstəgəl gamma da 35. O da bərabər. Bu üçün cəmi 35 ilə 35 cəmidir 70, 140 ilə da 145 ilə də 70-in cəmi bu edir 5, 1, 215 dərəcə. Və yaxud da daha rahat bir yol göstərək. Bizdən istədiyi, baxın bu üç dənə bucağın cəmidir. Bu ümumi bucaq, bu dördün cəmi nədir? Dairə, yəni belə deyək çevrə, yəni tam bucaq. Tam bucaq nə qədərdir? 360 dərəcə. Bizə isə bu üçün cəmini istəyir. Mən 360-dan çıxaram 145-i. Qalar elə 215 dərəcə. Bizdən istədiyi cavab. Sual 42. AOB nöqtələri bir saat üzərindədir. Yəni AOB açıq bucaqdır. Və bizdə AOC-ni 70 dərəcə verib. OD görür ki, OD COB-ni tənbələndir. Yəni bu iki nöqtə o deməli ki, BOD ilə COD bərabər bucaqlardır. Bura alfadırsa, burada alfadır. Onda bu üçün cəmi alfa üstəgəl 70 bərabərdir 180 dərəcə. 2 alfa bərabərdir 180-dən çıxsam 70 edər 110 dərəcə.
Alfa bərabərdir 110 bölü 2 eder 55 dərəcə. AOD bizdən nə istəyir? AOD-ni deməli hər biri oldu 55 dərəcə. AOD-ni, AOD isə bu bucaqdır. 70 ilə 55-in cəmi. 70 ilə də 55-in cəmi edər 125 dərəcə. D variantı. Sual 43. Bizdə yenə AOB bucağıdır, açıq bucaqdır. COD 60 dərəcə. AOC bölünsün DOB 1 bölü 2. Nisbət varsa K qaydası var. AOC 1K deyirəm, DOB 2K deyirəm. AOC-yə 1K, DOB 2K. Və bunların hamısının cəmi nə olur? Açıq bucaq 180 dərəcə. K üstəgəl 60, üstəgəl 2K bərabər 180 dərəcəyə. 3K bərabər 60 keçirin sağ tərəfə olur. 180 çıxılsın 60 edir 120 dərəcə. K bərabər 120 bölü 2 edər 40 dərəcə. K-nın 40 olduğunu tapdım. AOC 1K-dır, yəni 40 dərəcə. DOB 2K-dır, yəni 2 vur 40 edər 80 dərəcə. Bizdən nə istəyir? AOD-ni. AOD isə baxın bu bucaqdır. 40 ilə 60-ın cəmi, yəni 100 dərəcə. Sual 44. İki düz xət kəsişlikdə gəlin çəkək. İki düz xət kəsişsin. A və B düz xətləri. Alınan bucaqlardan biri digərindən 5 dəfə kiçikdir. Yəni mən birinə 5x desəm, digəri x-dir. Baxın, alınan bucaqlar biri burada qarşılıqlı bucaqlar alınır. Yəni bura x isə, burada x-dir. Digəri isə 5x. Bunlar da 5x-dir. Mən birinə böyüyünə 5x desəm, kiçik olur x. Və burada olan bu bucaqlar görür ki, bu x ilə 5x nədir? Bir düz xətt üzərindədir, yəni açıq bucaqdır. Bu bucaqların fərqini tapın. X ilə 5x qonşu bucaqdır, yəni onların cəmi bərabər 180 dərəcəyə. Buradan 6x bərabər 180 dərəcə. X bərabər 180 bölü 6 edir 30 dərəcə. Biri x 30-dursa, onun da 5x. 5 vur 30 bərabərdir 150 dərəcəyə. Bizdən fərqini istəyir. 150-dən çıxsam 30 edər 120 dərəcə. D variantı. 45. İki düz xətt kəsişlikdə alınan bucaqlardan biri digərinin 50%-dir. 50% yəni yarısı deməli. Biri digərinin yarısıdır. A düz xəttdir və B düz xəttdir. Biri digərinin yarısıdır. Yəni mən birinə x desəm, digəri 0,5x-dir. Kəsr alınmaması üçün mən birinə 2x deyirəm. Digəri ol 2x-in yarısı, yəni x. Mən böyüyünə 2x desəm, kiçik olur onun yarısı, yəni x. Böyüyünə 2x deyirəm. Kiçik olur x. Və bunların cəmi olur? 2x ilə x-in cəmi olur 180 dərəcə. Çünki bu bucaq açıq bucaqdır. 3x bərabər 180 dərəcə. X bərabər 180 bölü 3 edir 60 dərəcə. Biri x-dir, digərisi 2x-dir. 2 vur 60 edər 120 dərəcə. Bizdən böyüyü olar 120 dərəcə. Sual 46. İki düz xətt kəsişlikdə alınan bucaqlardan 3-ün cəmi 200 dərəcədir. Yəni şəkli çəkək. İki düz xətt kəsişlikdə 4 dənə bucaq alınır. 1, 2, 3, 4. 1, 2, 3, 4. Burada 1 ilə 3 bir-birinə bərabər, 2 ilə 4 bir-birinə bərabər. Deyir 3-ün cəmi, bu 3-ün cəmi deyir 200 dərəcə. Hamısı 4-ün cəmi nə qədərdir? Dairənin tam bucaq 360 dərəcə. 3-ünün cəmi 200-dürsə, onu da 4-cünü tapmaq üçün nə edərəm? 360-dan çıxaram 200-ü. Elə 160 dərəcə. Deməli, bu böyüyü olar 160 dərəcə. Sual 47. İki düz xətt kəsişlikdə alınan bucaqların ikisinin cəmi 124 dərəcədir. Bu düz xəttlər arasındakı kör bucağı tapın. İki düz xətt kəsişlikdə baxın 4 dənə bucaq alınır. Məsələn, bura alfa desəm, onunla qarşılığı olan bucaq da alfadır. Bunlar iti bucaqlardır. Bura beta desəm,
Onunla qarşılıqlı olan bucaq da burada betadır. Deyir bizə x-in cəmi 124-dür. Burada hansı x-in cəmi 124? 124 ola bilər. Alfa ilə betanın cəmi, belə deyək, alfa bu ikisi açıq bucaqdır. Cəmi 180-dir. Deməli ola bilməz. Beta hər ikisi kör bucaqdır. Kör bucaqların cəmi də 124 ola bilməz. Yəni 180-dən böyük olmalıdır. Onda geriyə qalır bu iki dənə. İki bucağın cəmi alfa ilə alfanın cəmi 124 dərəcə. 2 alfa bərabərdir 124 dərəcə. Alfa bərabər 124 bölü 2-dir 62 dərəcə. Deməli alfa 62 dərəcədir. Burada 62 dərəcədir. Və alfa ilə betanın cəmi 180-dir. Betanı tapmaq üçün nə edərəm? 180-dən çıxaram. 62 dərəcə nə edər? Bu da 118 dərəcə. Kör bucaq oldu 118 dərəcə. B variantı. Sual 48. Bucağa qonşu olan iki bucağın cəmi 160 dərəcədir. Bu bucağı tapın. Yenə söhbət gedir qarşılıqlı bucaqlardan. Baxın, burada alfa bucağı desəm, alfa bucağının qonşu olan bucaqlar hansıdır? Bura beta desəm, bir də baxın bu beta. Qarşılıqlı bucaqlar. Bu hər iki gəlin buna qamma deyim, fərqli olsun. Bu beta da alfaya qonşudur. Yəni cəmi 180-dir. Bu qamma da alfaya qonşudur. Yenə açıq bucaqdır. Yəni bizə deyir ki, bu betanın qammanın cəmi alfaya qonşu olan iki dənə bucağın cəmi 160-dır. Biz buradan görürük ki, betanın qamma qarşılığıdır. Deməli bunlar bir-birinə bərabər. Bura betadırsa, deməli burada betadır. Yəni qamma da ilə betaya bərabərdir. Yerinə beta yazıram. 2 beta bərabər 160 dərəcə, beta bərabər 80 dərəcəyə. Deməli beta 80 dərəcədir. Bizdən nə istəyir? Bu bucağı tapın. Alfa da nədir? Betaya qonşu. 80-in qonşusu nədir? 180-dən çıxarım 80 edər 100 dərəcə. C variantı. Sual 49. Bucağa qonşu olan iki bucağın cəmi 220 dərəcə olarsa, bu bucağı tapın. Eyni qayda ilə indi görürük ki, cəmi 180-dən böyükdür. Onda bunlar kör bucaqdır. Bu ikisinin cəmi belə deyə, bu bucaqlar kör bucaqlardır. Yəni nə deməkdir? Mən buna alfa bucağı desəm, alfaya qonşu olan bucaqlar. Bura beta desəm, bura qamma desəm. Beta ilə qamma qarşılıqlıdır. Yəni bir-birinə bərabərdir. Yəni fərqli göstərir ki, deməli baxın, alfaya qonşu olan bucaq beta qonşu bucaqlardır. Və həm də qamma da alfaya qonşudur. Bizə deyir ki, alfaya qonşu olan iki bucaq beta ilə qamma qarşılıqlıdır beta ilə qamma. Deməli burada betadır. Yəni bu iki dənə betanın cəmi bərabərdir 220-yə. Onu bunu həll etsək, 2 beta bərabərdir 220 dərəcə, beta bərabər 220 bölü 2-dir 110 dərəcə. Deməli beta olar 110 dərəcə. Bizdən bu bucağı tapın deyir. Yəni alfa istəyir bizdən. Alfa 110'un qonşusudur. Alfanı tapmaq üçün 180-dən çıxaram 110'u edər 70 dərəcə. Sual 50. Şəklə əsasən alfa bucağını tapın. İki paralel düz xəttin kəsrənlə əmələ gətirdi bucaqlar. Burada dedik ki, belə suallarda bir iti, bir kör bucağın cəmi həmişə 180'dir. Bütün iti bucaqlar bir-birinə bərabər, bütün kör bucaqlar bir-birinə bərabər. Yəni bura 40'dırsa iti bucaqdır, alfa kördür. Alfa ilə 40'ın cəmi bərabərdir 180'ə. Alfa bərabərdir 180 çıxılsın 40 edər 140 dərəcə. Və yaxud da bura 40'dırsa bu bucaq, bura beta desəm 40'ın qonşusudur. 40'ın qonşusu nə qədərdir? 140 dərəcə. Bu 140 ilə alfa uyğun bucaqlardır. Uyğun bucaqlar da bir-birinə bərabərdir. Bura 140'sa deməli alfa da 140 dərəcədir. Sual 51. A paralel B olarsa şəklə əsasən alfa bucağını tapın. Alfa ilə 120 daxili bir tərəfli bucaqlardır. Daxili bir tərəfli bucaqların cəmi 180'dir. Yəni baxın biri kördür, biri itidir. Alfa üstəgəl 120 bərabər 180'ə, alfa bərabər 180 çıx 120 edir 60 dərəcə. Sual 52. Alfa ilə 55, yəni biri iti, biri kördür. Nə olar cəmi 180? Alfanı tapmaq üçün 180'dən çıxaram 55'i edər 125 dərəcə.
Sual 53. 2x, 3x. Baxın 1 2 1 2 oldu. Deməli 2x ilə 3x-in cəmi bərabərdir 180-ə. 5x bərabərdir 180. X bərabərdir 180 böl 5 edir 36 dərəcə. Bizdən x tapın 36 dərəcə B variantı. Sual 54. Alfa beta 1 2 1 2 oldu. Onda alfa ilə betanın cəmi 180-dir. Birinci bunu yazaq. Və sonra deyir beta çıxılsın alfa 20 dərəcə. Yazıram beta çıxılsın alfa bərabərdir 20 dərəcə. Bunu sistem tənliyindən yaza bilərik. Onsuz bir sistem tənliyi bilirik. Toplasaq tərəf-tərəfə alfalar gedir sıla. Onda 2 beta bərabərdir 180 20-nin cəmi edir 200 dərəcə. Beta bərabərdir 200 bölsəm 2 edər 100 dərəcə. Bəs alfa nədir? Alfa ilə betanın cəmi 180-dir. Alfanı tapmaq üçün 180-dən çıxaram. 100-ü edər 80 dərəcə. Alfa 80 dərəcə. Və yaxud da əgər sistem tənliyini həll edə bilmirsiniz, əvəzləmə ilə yaza bilərik. Biz bilirik ki, alfa ilə betanın cəmi 180-dir. Və bizə deyir ki, beta bərabərdir. Beta çıxılsın alfa 20-dir. Mən buradan betanı taparam. Beta nəyə bərabər buradan? Mənfi alfa keçərəm sağ tərəfi olar 20 üstəgəl alfa. Betanın bu 20 plus alfa qiymətini gətir yazarım, baxın burada yerinə. Əvəzləmə ilə yazaram. Onda alfa üstəgəl, betanın yerinə yazaram 20 üstəgəl alfa bərabər 180 dərəcəyə. Bu tənliyi həll etsəm 2 alfa bərabərdir. 180-dən çıxsam 20 edər 160 dərəcə. Alfa bərabər 160 bölü 2 edər 80 dərəcəyə. Eyni cavab alarıq. Sual 55. Deməli, burada 70 dərəcədirsə, bu x plus, yəni bu bucaq nə qədərdir ümumilikdə? 180 çıx 70 edir 100, bu bucaq olur 110 dərəcə. Və bu bucaq 2 yerə bölünüb. X ilə 30. Deməli, x ilə 30-un cəmi bərabərdir 110 dərəcəyə. X də bərabər burada 110 çıx 30 edir 80 dərəcə. Bizdən x istəyir A variantı. Sual 56. Baxaq bu şəkildə. Deməli, burada baxın, bu 70-dir bura və daxili bir tərəfli olan, baxın, bu bucaq x plus 60-dır, 2 yerə bölünüb. Daxili bir tərəfli. Deməli, bu 70-dirsə, daxili bir tərəflərin cəmi 180-dir. Yəni 1 2 1 2 oldu. Deməli, bu x plus 60, yəni bu bucaq x plus 60 bərabər 110 dərəcəyə. 1 2 1 2 oldu. X bərabər buradan 50 dərəcəyə. Deməli, bura olur 50 dərəcə və cəmi 110 dərəcə. Sual 57. Uyğun tərəfləri perpendikular olan eyni adlı bucaqların biri 50 dərəcə olarsa deyəni tapın. Demişdik ki, uyğun tərəflər paralel və ya perpendikular olan bucaqlar eyni adlıdırsa, yəni hər ikisi itidirsə və ya hər ikisi ikordursa, bir-birinə bərabər, müxtəlif adlıdırsa, 1 2 1 2 ordursa, cəmi 180. Bizdə baxın, eyni adlıdır. Eyni adlı söz var, deməli bir-birinə bərabər. Biri 50-dirsə, digəri də 50 dərəcədir. Uyğun tərəflər paralel olan müxtəlif adlı. Müxtəlif adlıdırsa, cəmi 180-dir. Biri 100-dürsə, digəri nə olar? Yəni 100 ilə, yəni x desəm 100 ilə x-in cəmi 180-dir. X bərabər 180 çıx 100 edər 80 dərəcə. Yəni biri 100-dirsə, digəri 80 olmalıdır ki, cəmi 180 olsun. Uyğun tərəfləri perpendikular olan bucaqlar 2/7 nisbətindədir. Yəni deməli, nisbətləri 2/7-dir. Yəni bir-birinə fərqli bucaqlardır. Nisbət varsa k qaydası var. Birinə 2k deyərəm, birinə 7k deyərəm. Deməli, bunlar müxtəlif adlıdır. Nəyə görə? Eyni adlı olsalar da nisbətləri bir-birinə bərabər olardı. Yəni hər ikisi 2/2, 1/1 olardı. 7/7 olardı. Burada 1 2 1 2 oldu. Müxtəlif adlıdır. Deməli, bunların cəmi 180 dərəcəyə bərabərdir. Bunu həll etsəm, 9k bərabərdir 180 dərəcə, k bərabərdir 20 dərəcə. 180 bölü 9. Bizdən bucağın böyüyünü. Böyüyünə biz demişdik 7k. K 20 isə yerinə yazsam, 7 vur 20 bərabərdir 140 dərəcə. Sual 60. Uyğun tərəfləri paralel olan bucaqlar 2/3 nisbətində. Nisbət varsa k qaydası var. Birinə 2k deyərəm, birinə 3k deyərəm. Baxın, fərqlidir. Deməli, müxtəlif adlıdır. Yəni, bunların cəmi 180 dərəcəyə bərabərdir. 5k bərabər 180 dərəcə. K bərabər 180 bölü 5 edər 36 dərəcə. Kiçiyini istəyir, birdən kiçiyi 2k-dır. 2 vur olsun, 36 bərabər 72 dərəcəyə. Sual 61. Uyğun tərəfləri perpendikular olan bucaqların fərqi 50 dərəcə olarsa.
Deməli yenə bunlar müxtəlif adlıdır. Nəyə görə? Fərqi 50-dirsə, deməli biri digərindən böyükdür ki, fərqi 50 olub. Əgər yox, eyni adlı olsaydı, birbirine bərabər olardı və fərqi 0 olardı. Deməli bunlar müxtəlif adlıdır və müxtəlif adların cəmi, birinə alfa deyirəm, birinə beta. Cəmi 180-dir. Və bizə deyir ki, fərqi 50-dir. Alfa çıxılsın, beta bərabərdir 50 dərəcə. Sistem tənliyi alıb həll etsəm, toplasam tərəf-tərəfə betalar 7 islah, 1 müsbət, 1 mənfi. Yəni cəmi 0 oldu. Onda alfa ilə alfanın cəmidir. 2 alfa bərabərdir. 180 ilə 50-nin cəmidir. 230 dərəcə. Alfa bərabərdir. 230 bölü 2 edər 115 dərəcə. Bizdən bu ucağın böyüyünü. Bəli, böyüyü ilə 115 dərəcə. Digərini tapmaq üçün 180-dən çıxaram 115-i edər 65 dərəcə. H variantı. Sual 62. Uyğun tərəfləri paralel olan bucaqların biri digərindən 32 dərəcə kiçik olarsa və yaxud bunun tərəfini desək, biri digərindən 32 dərəcə böyüdür. Mən birinə x desəm, digəri x plus 32-dir. Yəni x plus 32-dən 32 dərəcə kiçikdir. Və uyğun tərəfləri paralel olduğunda bunların cəmi 180 dərəcədir. Bu tənliyi həll etsəm, 2x bərabər 32-ni keçirim sağ tərəf olur, 148 dərəcə. 180 çox 32. X də bərabər 148 bölü 2 edər 74 dərəcə. Bizdən bu bucaqların kiçiyinin x 174-dür, digəri isə x plus 32, yaxud da 180-dən çıxaran 32 nə edər? 106 dərəcə. 106 dərəcə, bəli. Kiçiyi 74 dərəcə B variantı. Sual 63. Uyğun tərəfləri perpendikulyar olan bucaqların biri digərinin 50%-nə bərabərdir. Yəni biri digərinin yarısıdır. Mən birinə x desəm, digəri onun yarısı olur 0,5x. Düzdür deməm. Gəlin kəsr alınmaması üçün x-i böldüm. Mən böyüyünə deyirəm 2x. Digəri 2x-in yarısı. 2x-in yarısı yəni 50% nədir? 1x. 50% yarı deməkdir. Deməli bucaqlar 2x və x-dir. Deməli uyğun tərəflər perpendikulyardırsa, deməli bunların cəmi 180 dərəcədir. 3x bərabər 180 dərəcəyə, x bərabər 180 bölü 2 edər 60 dərəcə. Kiçiyi 60 dərəcədir, böyüyü isə 2x-dir. 2 vur 60 edər 120 dərəcə. Bu bucaqların böyüyü oldu 120 dərəcə. Sual 64. Uyğun tərəfləri paralel olan bucaqlardan birinin 40%, digərinin 50%-nə bərabər olarsa, bu bucaqların fərqini tapın. Mən birinə x deyim, birinə y deyim. Birinin 50%, birinin 40%, digərinin 50%-nə bərabərdir. Yəni x-in 40%, x vurulsun 40 bölünsün 100, bərabər y vurulsun 50 bölünsün 100. Burada mən hər tərəfdən, yəni hər tərəfdən 100-ə vursam, 100-lər gedəcək ixtisar. Nə qalar? 40x bərabər 50 y. Hər tərəfi mən 10-a bölsəm, yəni sıfırlar gedəcək ixtisar. Qaldı 4x bərabər 5y. 4x bərabər 5y qaldımsa, mən burada x-a deyərəm. Bu 5-ə görə 5k, y-ə deyərəm 4-ə görə 4k. K qaydasından yazaram. 5k və 4k. Deməli, x 5k'dır, y 4k'dır. Uyğun tərəflər paraleldirsə, bunların cəmi 5k üstəgəl 4k bərabərdir 180 dərəcəyə. 9k bərabər 180, k bərabər 20 dərəcə. Bizdən nə istəyir bu bucaqların fərqini? Bucaqların hər birini ayrı-ayrı tapa bilərəm və yaxud da yəni hər birini ayrı-ayrı tapım. X 20-dir. 5 vur 20 edər. 5 vur 20 edər 100 dərəcə. 4 vur 20 edər 80 dərəcə. Deməli, x 100-dür, y 80-dir. Bizdən bunların fərqini istəyir. 100-dən çıxaram 80 edər 20 dərəcə. Yoxdur, hər birini ayrı-ayrı tapmasam, bucaqlar məndə 5k-dan 4k-dır. 5k-dan 4k çıxsa, mənə 1k verir. K da elə 20 dərəcədir. C variantı. Sual 65. ABC düz xətləri bir nöqtədə kəsişir. Şəklə əsasən alfa plus beta plus gamma cəmini tapın. Baxaq burada. Baxın, bura alfadırsa, deməli, ona qarşılığı olan burada alfadır. Betadırsa, burada betadır. Gammadırsa, burada gammadır. Hamısının cəmi bizə nə verir? Açıq bucağı, tam bucağı, yəni 360 dərəcə. Nə var burada? 1 alfa, 2 alfa. 2-dən alfa var. Üstə gəl. 1 beta, 2-dən beta var.
1 qamma, 2 qamma, 2 dənə qamma var. Və bunların cəmi bərabər 360 dərəcə. 2-ni çıxardır mərkəzdə xaricinə, 2 vurulsun. Alfa üstəgəl beta üstəgəl qamma bərabərdir 360 dərəcə. Buradan da alfa üstəgəl beta üstəgəl qamma 360-ı bölsəm 2 edər 180 dərəcə. Deməli bu üçün cəmi oldu 180 dərəcə B variantı. Şəklə əsasən alfa plus beta cəmini tapın. Baxın, bura 80-dirsə, demək burada 80-dir. Ondan qarşılığı olamayacaq. Və alfa 80 beta. Üçün cəmi bizə nə verir? Açıq bucaq, yəni 180 dərəcəni. Alfa üstəgəl 80 üstəgəl beta bərabərdir 180 dərəcə. Buradan alfa üstəgəl beta nəyə bərabərdir? 80-i keçirəm sağ tərəfə. 180 çıx 80 edər 100 dərəcə. Alfa ilə betanın cəmi 100 dərəcə B variantı. 67. Sonra şəklə əsasən alfa bucağını tapın. Baxın burada 80, bura 80 isə deməli, onunla qarşılıqlı olan bura, baxın burada 80-dir. Bu üçün cəmi nə qədərdir? 180 dərəcə açıq bucaqdır. Deməli alfa üstəgəl 80 üstəgəl 30 50 bərabər 180 dərəcə. Alfa üstəgəl 130 bərabər 180. Alfa bərabərdir 180 çıxılsın 130 edər 50 dərəcə. Alfa da oldu 50 dərəcə. Sual 68. Şəklə əsasən alfa bucağını tapın. Baxın, bu bucaq yəni düz bucaqdır. Bura 130-dursa, 130-un qonşusu. Baxın, bura olar nə qədər? Bura olar 180 çıxılsın 130, yəni 50 dərəcə. Bura 50-dirsə, deməli bu alfa ilə 50. Bu hansı bucaqdır? Yəni bura 90-dırsa, deməli burada 90-dır. Daxili bir tərəfli bucaqlar bir-birinə bərabərdir. Deməli alfa ilə 50-nin cəmi bərabər 90 dərəcədir. Onda alfa buradan olar 40 dərəcə. Yoxsa bura 50-dirsə, deməli daxili çarpazdan burada 50 dərəcədir. Burada düz bucaqlı 3 bucaq var. Düz bucaqlı 3 bucaq, istənilən 3 bucağın daxili bucaqların cəmi 180-dir. Alfa 50 90 və yaxud da düz bucaqlı 3 bucağın iti bucaqların cəmi 90-dır. Alfa ilə 50-nin cəmi 90-dır. Alfa olar buradan 40 dərəcə. Sual 69. Şəklə əsasən alfa bucağını tapın. Bura 50-dirsə, baxın bu iki bucaq. Baxın bu bucaq 90 dərəcə, yəni düz bucaqdır. Bura 50-dirsə, deməli bura nə qədər? 40 dərəcə. 40 ilə alfa nədir? Qonşu bucaqlar. Yəni alfa ilə 40-ın cəmi bərabərdir 180 dərəcəyə. Alfa da bərabər 180 çıxılsın. 140 edər 140 dərəcə. C variantı. Sual 70. Gəldi qaydalara, baxın bunları dərsdə izah etmişdik və qaydalarda kitabda var. Deməli burada necədir qaydamız? Alfa ilə 40-ın cəmi bərabərdir 70 dərəcəyə. Onda alfa bərabər buradan 70 çıx 40 edər 30 dərəcə. D variantı. Eyni qayda ilə alfa bərabərdir 45 ilə 35-in cəminə. Alfa bərabərdir 80 dərəcəyə. Sual 72. Baxın burada. Deməli nə edərik? Burada 38-dirsə deməli burada 38-dir. Qarşılıqlı bucaqlar. Bura alfadırsa deməli burada alfadır. Gəldi baxın bu qaydaya oxşar qayda. Eyni bu qayda. Deməli burada alfa ilə 38-in cəmi bərabərdir 74-ə. Alfa bərabərdir 74 çıxılsın 38. Bu da nə edər? 36 dərəcə. Sual 72. Burada necə edir qayda? Bu 3 dənə bucağın cəmi 360 dərəcədir. X üstəgəl 120 üstəgəl 130 dərəcə bərabər 360 dərəcəyə. Buradan x bərabərdir 120 ilə 130-un cəmi edir 250 dərəcə. 360-dan çıxsam 250 nədir? 110 dərəcə. Və yaxud da əgər bunu tutaq ki əzbərə bilmirsinizsə bu xəttləri uzadarıq. Baxın buraya 120-dirsə, deməli bu bucaq qırmızı ilə göstərdim. 120-nin qonşusu olur 60 dərəcə. 130-dursa 130-un qonşusu olur 50 dərəcə. Baxın x, yəni hansı qaydaya gəldi? Baxın eynən bu qaydaya. Və bilirik ki burada
60 ilə 50-nin cəmi bizə x verir. Yəni 110 dərəcə. Eyni qayda ilə gəlin eyni qayda ilə yazaq. Ya hər üçün cəmi 360-a bərabər edin, x tapın. 125-in qonşusu nə qədərdir? 55 dərəcə. Bəs 135-in qonşusu 45 dərəcə. X nədir burada? 45-in 55-in cəmi edər 100 dərəcə. Sual 75. Yine bu saatləri uzadaq. 140-ın qonşusu nə qədər? 40 dərəcə. Onu da baxın. Gəl mən x-in qonşusuna alfa deyim. Deməli, alfa ilə 40-ın cəmi 95-dir. Alfa ilə 40-ın cəmi 95-dir. Onda alfa nədir buradan? 95 çıxır, yəni 55 dərəcə. Deməli, alfa 55 dərəcədir. Bəs x nədir? 55-in qonşusu. 180-dən çıxsam 55 edər 125 dərəcə. Və yaxud da x 95, 140, 3-ün cəmi 360. Yenə eyni cavab alarıq. Növbəti sual. Sual 76. Baxın burada necə idi qaydamız? Buradan x bərabərdir. Bu iki bucağın cəmindən 105. Üstə gəl 115-dən çıxırdıq 180 dərəcəni. X bərabərdir 105 ilə 115-in cəmi 220 dərəcə. Çıxılsın 180, o da bərabərdir 40 dərəcəyə. 40 dərəcə D variantı. Yine eyni qayda ilə x bərabərdir 125 ilə 120-nin cəmi 125 üstə gəl 120 çıxılsın 180 dərəcə. X bərabərdir 125 ilə 120-nin cəmi 245 çıxılsın 180 bərabərdir 65 dərəcə. 78. Yəni baxın burada indi bizə 50 verilib. Yəni biz burada 50-ni tapmaq üçün nə edirik? 120 ilə bu bucağı yəni x toplayırıq, çıxırıq 180-i. Düsturda verilənləri yerinə yazıram. Düstur necə idi? Baxın bizim şəklimiz bu cürdür. Bizə bura alfa deyək, bura beta deyək, bura x deyək. X bərabərdir x tapmaq üçün. Alfa ilə beta'nın cəmindən çıxıram 180-i. İndi bizdə burada x var, beta yoxdur. Verilənləri yazıram yerinə. 50 bərabər 120 ilə x-in cəmi çıxır 180. Onda 50 bərabər buradan 120-dən çıxsam 180 bu nə edir? Mənfi 60. Yəni x çıxılsın 60 qalır burada. X da buradan nəyə bərabərdir? Mənfi 60 keçirəm sol tərəfə olur. 50 plus 60. Yəni o da edər 110 dərəcə. X oldu 110 dərəcə. Sual 79. Bəs burada necədir qayda? X bərabərdir 45 ilə. Yəni x buradan bu iki bucağın cəminə bərabərdir. 45 ilə 50-nin cəmi edir 95 dərəcə. Yəni burada 85 nədir? 85 bərabərdir 40 ilə x-in cəminə. X ilə 40-ın cəminə. X də bərabər buradan 85 çıxır 40, yəni 45 dərəcə. Sual 81. 80 dərəcədir bura. 80 dərəcə bərabərdir x ilə x plus 10 cəminə. Yəni bu iki bucağın cəminə. Tənli həll etsən 80 bərabər 2x üstə gəl 10 dərəcə. 2x bərabərdir 80-dən çıxsam 10-u keçirsəm sağa sola olur 80 çıx 10 yəni 70 dərəcə. X bərabər 70 bölü 2 35 dərəcə. A variantı. Sual 82. Baxın uşaqlar, şəkli belə olmaq sizi çaşdırmasın. Biz bu şəkli gəlin nə edək? Yəni bu elə əvvəl dediyimiz qayda ilə oxşar qaydadır. Yox, kəsib ötə bilmir. Baxın uşaqlar, bu şəkli burada çəkim. Hansı qayda olduğunu indi görəcəyik. Bura A deyim, bura B deyim. A ilə B bir-birinə paraleldir. İndi baxın bu şəkli indi döndürək. Baxın bunu biraz döndərsək, bu şəklə gətirsək, eyni şəkildir. Sadəcə döndərəm. Bunu döndərdim. Hansı ala gəldi? Hansı qaydaya gəldi bu? Baxın, eyni ilə baxın bu qaydadır. Sadəcə eyni şəkildir, sadəcə biraz döndəriblər. Deməli burada nə olacaq? Bura alfa, bura beta, bura gamma desəm, alfa bərabərdir beta ilə gammanın cəminə.
Deməli buradan 154 nədir? 154 6x-lə 5x-in cəmidir. 6x üstəgəl 5x bərabər 154-ə. 11x bərabər 154-ə. 154-ü də bölsəm 11-ə nə edər? 14 dərəcə. X oldu 14 dərəcə. Sonra burada necə idi qayda? X tapmaq üçün buradan nə edərdik? 110-dan çıxardıq 70 dərəcəni. Gələn bunu əzbər bilmiriksə nə edək? Hardan çıxdı bu? Bu xəttləri dedik, yəni uzadaq. Xəttləri uzadaq. Yəni B xəttini uzadıram mən. Bu B ilə A-ya paraleldir. Bunu da uzadıram. Burada nə alınır? İki paralel xəttin kəsənlə əmələ gətirdi bucaq. Yəni bu xətt göylə göstərdiyim. Bu kəsəndir. Burada 70-dirsə onda burada 70-dir. Yəni uyğun bucaqlar. 110-dursa 110-un qonşusu nə qədərdir? 70-dir. Onda baxın burada alanda bir dənə üç bucaq. Üç bucağın daxili bucaqları nədir? X 70 70. X üstəgəl 70 üstəgəl 70. Üç bucağın daxili bucaqların cəmi nə qədərdir? 180 dərəcə. Onda x üstəgəl 140 bərabər 70 180 dərəcə. X bərabər 180 çıxılsın 140 edər 40 dərəcə. Yəni yenə də 40 dərəcə almış olaraq. Ya da 110-dan çıxarsız 70 edər 40 dərəcə. Sol 84. X bərabər buradan 115 çıxılsın 80 edər 35 dərəcə. Sol 85. Yine eyni sualdır. Sadəcə şəkli çeviriblər tərsinə. X bərabər buradan 150 çıxılsın 110 edər 40 dərəcə. Baxın buradan 30 bərabər götürüb buradan x tapmaq üçün 160-dan 30 çıxmayın. Buradan 30 bərabərdir 160 çıxılsın x-a. X nə bərabər buradan 160-dan çıxıram 30 edər 130 dərəcə. Sol 87. Uyğun tərəfləri paralel bucaqlardır. A1 paralel A2-yə, B1 B2-yə. Hər ikisi iti bucaqdır. Yəni eyni adlıdır. Onda bura 50-dirsə alfa da olar 50 dərəcə. İndi isə uyğun tərəflər paralel olan bucaqlar 1 iti 1 2 olur. Yəni müxtəlif adlıdır. Onda cəmi 180-dir. Alfa ilə 130-un cəmi bərabər 180-ə. Onda alfa bərabərdir 50 dərəcə. 180 çıxır 130. 89. Uyğun tərəflər perpendikulyardır. Hər ikisi iti bucaqdır. Deməli bir-birinə bərabər. Bura 30-dursa onda alfa da 30 dərəcə. Uyğun tərəflər perpendikulyar. 1 iti 1 2 oldu. Deməli cəmi 180-dir. 30 buradan da alfanı tapmaq üçün 180-dən çıxaram 30 edər 150 dərəcə. Yəni baxın uşaqlar, alfa kördür. Burada isə 30 iti bucaqdır. Müxtəlif adlıdır. Demişdik ki, uyğun tərəflər perpendikulyar olanda müxtəlif adlıdırsa, deməli cəmi 180-dir. Alfa ilə 30-un cəmi bərabər 180-ə. Alfa bərabər 180 çıx 30 edər 150 dərəcə. D variantı. Sol 91. AB parçası üzərində C və D nöqtələri qeyd olunmuşdur. Alınan bütün parçaların sayını tapın. Düz xətt üzərində n sayda nöqtə varsa, alınan parça sayını tapmaq üçün n vurulsun, n çıxılsın, 1 bölünsün 2. Düsturdan istifadə edirik. Onda yerinə yazsam 2 nöqtə qeyd olunur. AB baxın bizdə AB parçası üzərində. Bizdə artıq düz xətt üzərində əvvəlcədən 2 dənə AB nöqtəsi var. Və C ilə D qeyd olunub. Deməli, düz xətt üzərində 4 dənə nöqtə var. Sizi çaşdırmasın. Bizdə əvvəldən 2 dənə nöqtə onsuz var. A ilə B. Əlavə 2 nöqtə qeyd olunub. Deməli, n bərabər 4-ə. Düz xətt üzərində 4 nöqtə var. Alınan parça sayı. Burada n yerinə 4 yazsaq, 4 vurulsun, 4 çıxılsın, 1 bölünsün 2. O da bərabər 4 vurulsun, 3 bölünsün 2. 2 ilə 4 getdi, ixtisar 2-yə, qaldı 2. 2 vuruş bərabər 6-ya. 6 dənə parça alınır. AB parçası 6 bərabər hissəyə bölünmüşdür. Deməli, hər birincisi 6 bərabər hissəsə, hər biri x uzunluğu. Bizdən istəyir AD. AD nə qədərdir? 2x. Bölünsün CG. CG. Bəs bura nə qədərdir? Sayıram. 1, 2, 3, 4x. 2x bölünsün 4x. Yəni 2x bölü 4x. X-lar getdi ixtisar. 2 bölü 4. 2x etsəm qalar 1 bölü 2. Cavab 1 bölü 2. 93.
Alfa bucağının tərəfləri arasından keçən şua 12 bucağı ayırır. Gəlin bir dənə bucaq çəkək. Bu alfa bucağı olsun. Tərəflər arasından keçən şua 12 bucağı ayırır. Alınan böyük bucaq 20 dərəcə. Onu da bizim şəkli belə çəkək. Demək iti bucaqdır. Alınan böyük bucaq 20 dərəcə. Olub 20 dərəcə yox xeyr. Alınan böyük bucaq 20 dərəcə olub alfanın 7/4 hissəsidir. Bütün bucaq böyük bucaq alfadır. Və bu alınan 20 dərəcəli bucaq, yəni bucaqların biri 20 dərəcə bizə verib. Yəni bu 20 dərəcə alfanın, yəni bütün bucağın 7/4-üdür. Deməli alfa neçə olmalıdır ki, onun 7/4-ü 20 olsun. Yəni 7/4 hissəsi 20 olan ədəd hansıdır? Hissəsini bir ədəd tapmaq üçün ədədi hissə göstərən kəsrə bölürük. 20-ni bölürəm 7/4-ə. O da bərabər 20 vurulsun 4/7. 4 ilə 20 gedər ixtisar 4-də qalar 5. 5 vur 7 35. Deməli alfa bizdə 35 dərəcədir. 2 yerə bölünüb. Biri 20 isə diğerini tapmaq üçün 35-dən çıxarım 20-ni qalar 15 dərəcə. Bizdən kiçik bucaq soruşur. Kiçik bucaq olar 15 dərəcə. 94. A və B. AB və CD düz xətləri O nöqtəsini kəsişir. Gəlin çəkək. Bu AB və CD. Bu da O nöqtəsi. OK şüası AOD-nin tənböləni. Bu olsun OK şüası. Yəni bura alfadırsa, burada alfa tənböləndi. Bucağı yarıya bölür. KOS 118 dərəcə. KOS aradım. KOS baxın. Burada 118 dərəcə. Bura bir beta desəm deməli baxın, burada betadır. Yəni bizə alfa KOS alfa ilə betanın cəmini verib 118 dərəcə. Sonra olarsa bizdən BOD-ni soruşur neçə dərəcə. BOD aradı bəs. BOD. BOD isə fərqli bir rənglə göstərir. BOD baxın. BOD isə baxın. Yəni BOD baxın buradır mı? Bəli. AB ilə CD kəsişir. Aha. Burada BOD yəni bizdən beta bucağını istəyir. Bizdən beta bucağını istəyir. Alfa ilə betanın cəmi bizə verib 118. Düzdürmü? Onda gəlin nə edək? Mən bu xətti OK-nın bir də digər tərəfini çəkərəm. Biz bilirdik ki, demişdik ki, qarşılıqlı bucaqların tənbölənlər arasında qalan bucaq açıq bucaqdır. Bura bir OM desəm. Yəni bu MK düz xətdir. OK bu AOD-ni tənböləndi. Onda bu OM də COB-ni yəni bu bucağın tənbölən olacaq. Onda burada X-dirsə mən burada X-dir. Bu qaydada. Və XX demək bura bu bucaq yəni fərqli rənglə göstərək. Baxın bura 2 alfadır. Düzdürmü? Onda burada 2 alfadır. Çünki qarşılıqlı bucaqlardır. Və OM tənbölən olduğundan burada alfadır, burada alfadır. Bizdən nə istəyir? Bizdən betanı istəyir. Biz tapmışıq alfa ilə betanın cəmi 118-dir. Onda bütün burada nə qədər bucaq var? Burada nə qədər bucaq var? Alfa, 2 alfa, baxın. 2 alfa burada, 2 alfa burada. Beta. Cəmi var burada. Bir də qeyd edək uşaqlar. Baxın. Çox bir şeyə ehtiyac yoxdur. Bir də baxın bu bucaq nə qədərdir? Açıq bucaq. Yəni bəs burada hansı bucaqlar var? Alfa, beta, alfa. Yəni alfa üstəgəl beta üstəgəl alfa. Yəni 2 alfa üstəgəl beta. Nəyə bərabər? Açıq bucaq. Yəni 180 dərəcəyə. Demək 2 dənə tənlik aldım. 2 alfa üstəgəl beta bərabər 180 dərəcə. Bir də alfa üstəgəl beta bərabərdir 118 dərəcə. 2 dənə tənlik, 2 dəyişən var, 2 tənlik. İstəyim tənlik alıb bunu həll edə bilərəm. Nəyə gəlin əvəzləmə üsuluna yazaq. Əvəzləmə üsuluna yazsam, mən ikinci tənlik məndən nə istəyir? Mənə beta lazımdır. Mənə beta lazımdırsa, yoxdur. Gəlin mən buradan alfanı tapım. Alfa nəyə bərabər buradan? Keçərəm betadan sağa. 118 çıxılsın betaya.
Mən alfanın bu qiymətini, bu ifadəsini gətirib birincidə yazıram yerinə, əvəzləmə edirəm. Sistem tənliyindən də həll edə bilərik. Belə deyək, onsuz sistem tənlikdir, sadəcə sistem tənliyinin əvəzləmə üsuludur. Tərəf-tərəf toplama ilə də yazarıq. İkinci tənliyi vururam -2-yə, toplayıram tərəf-tərəfə. Gəlin əvəzləmə ilə yazdım. İkinci tənlikdən alfanı tapdım. 118 çıx beta. Gətirib birincidə yazıram yerinə. Baxın, burada beta var, burada alfa var, burada yerinə yazacağım 118 çıx beta. Olacaq 2 vurulsun. Alfanın yerinə yazıram 118 çıxılsın beta. Üstə gəl, bu beta bərabər 180-ə. Bu tənliyi həll etsəm, buradan alfanı betadan alıram. 2-ni vur başdan mötərizəyə. 2 vur 118 edər. 236 dərəcə çıxılsın 2 beta. Üstə gəl, beta bərabər 180 dərəcəyə. 236 çıxılsın. -2 betana 1 betana cəmidir, -1 beta. Yəni minus beta. Bərabər 180-ə. Onda buradan beta nəyə bərabərdir? 236-dan çıxaram 180-i. O da bərabərdir. Neçə dərəcə? 236-dan çıxsam mən 180-i. 6-dan 0,6, 13-dən 8, 5. 1 qaldı 1, 56 dərəcə. Deməli, beta bərabər 56 dərəcə. Bizdən BOD-ni istəyirdi. BOD ilə beta bucağı, yəni 56 dərəcə olar. Sual 95. İki paralel düz xəttin üçüncü düz xətli kəsişməsindən alınan daxili bir tərəfli bucaqlardan birinin 30%, digərinin 20%-nə bərabərdir. Biz demişik ki, iki paralel düz xəttin üçüncü düz xətlə əmələ gətirdiyi daxili bir tərəfli bucaqlar. Baxın, bura alfa deyim, bura beta deyim. Daxili bir tərəfli bucaqlar. 1 iti 1 2 oldu. Yəni bunların cəmi bərabərdir 180 dərəcə. Deyir ki, bizə birinin 30%, digərinin 20%-nə. Yəni alfanın 30%, alfa vur 30 bölünsün. Ya da belə deyək uşaqlar. Alfanın 30% nədir? Yəni birbaşa yazmayaq. Alfa vur 30 bölünsün 100. Nəyə bərabər? Beta'nın 20%-nə. Beta vurulsun 20 bölünsün 100-ə. Hər tərəf mən 100-ə vursam, yüzlər gedər ixtisar. Qalar ki, 30 alfa bərabərdir 20 beta'ya. Yine hər tərəf mən 10'a bölsəm, sıfırlar gedər ixtisar. Yəni 3 alfa bərabər 2 beta'ya. 3 alfa bərabər 2 beta'ya. Gəlirəm K qaydasına. Onda buradan bu 2'ye görə olar alfa 2K, 3'e görə olur beta 3K. Tapdım ki, alfa 2K'dır, beta 3K'dır. Alfanın beta'nın cəmi 180 yerini yazsam 2K üstə gəlir 3K bərabər 180'ə. 5K bərabər 180, K bərabər 180 bölü 5 edər 36 dərəcə. Bizdən nə istəyir? Bucaqların fərqi. Baxın uşaqlar, bucaqları ayrı-ayrı tapmaya ehtiyac yoxdur. Yazıb tapa bilərsiniz. K 36'dır. 2 vur 36 edər 72, 3 vur 36 edər 108. 108'dən də çıxsaz 72'ni yenə elə 36'nı alarsınız. Və yaxud da bucaqlar 3K'dır, 2K'dır. 3K ilə 2K'nın fərqi nə edir? 1K. Yəni fərqi K'dır. K da elə 36'dır. 36 dərəcə. Sual 96. Elə bu sualın üzərində izah edək. Xarici bir tərəfli bucaqların fərqi 80 dərəcədir. Xarici bir tərəfli bucaqlar hansılardır? Baxın, bura x desəm, bura y. Xarici bir tərəfli bucaqlar. 1 iti 1 2 orada. Bir tərəfli sözü varsa uşaqlar. Deməli nə deyim? Cəmi 180'dir. Onu mən birinə x desəm, birinə y desəm, bunların fərqi bərabər 80 dərəcə və bir tərəfli olduğundan cəmi 180 dərəcədir. Toplasam tərəf-tərəfi y ilə gedər islah. 2x bərabərdir 180 ilə 80 cəmi 260 dərəcə. X bərabərdir 260 bölü 2 edər 130 dərəcə. Bəs digərini tapmaq üçün nə edərəm? 180'dən çıxaram 130 edər. Y bərabərdir 50 dərəcə. Bizdən bucağın kiçiyini kiçik olar 50 dərəcə. Uyğun tərəflə paralel olan bucaqların fərqi onların cəmindən 5 dəfə kiçikdir. Deməli, fərqi cəmindən 5 dəfə kiçikdirsə, deməli bunlar müxtəlif adlıdır ki, belə münasibət yaranıb. Əgər eyni adlı olsa, fərqi buna 0 olacaq. Deməli, birinə x desəm, birinə y desəm, bunların cəmi 180'dir. Müxtəlif adlı olduğundan. Və deyək ki, bizdən fərqi cəmindən 5 dəfə kiçik. Fərqi x minus y-dir, cəmi x plus y-dir. Fərqi cəmindən 5 dəfə kiçik. Yəni x plus y bölünsün x minus y bərabər 5'ə.
Cəmini fərq, cəmi tərsini desəm, cəmi fərqindən 5 dəfə böyük. Böyük 2-yə bölsən 5 edər. Bunu mən 1-də 5 kimi yazdım. Tənasübdür. Çarpaz vuraram. Çarpaz vursam 5 vurulsun x çıxılsın y, yəni çarpaz vururam. Bərabərdir 1 vurulsun x plus y, yəni x plus y. Bunu vurbaşsam 5x çıxılsın 5y bərabərdir x üstəgəl y. Bunu həll etsəm x-ları bir tərəfə, y-lər bir tərəfə. X geçirim sol tərəfə olur. 5x çıxılsın x bərabərdir y üstəgəl 5y. Bərabərliyin bir tərəfində diğer tərəfini keçirildi, işarə əksəni dəyişir. 4x bərabər 6y, hər tərəfi 2 əksər etsəm 2x bərabər 3y. Bu bucaqların fərqi nə? Bucaqların kiçiyi nəyə bərabərdir? İndi k qaydası. 3-ə görə deyirəm x-a 3k, 2-yə görə deyirəm y-ə 2k. Deməli, mənim bucaqların biri 3k'dır, biri 2k'dır. Və biz bilirdik ki, bu 3k'nın 2k'nın cəmi, yəni x ilə y-in cəmi 180 dərəcədir. Onda 3k'nın 2k'nın cəmidir 5k bərabərdir 180 dərəcəyə. K bərabər 36 dərəcə. 180 bölü 5. Bizdən nə istəyir? Bucaqların kiçiyini. Kiçiyi 2k'dır. K 36'dırsa 2 vurulsun 36 bərabərdir 72 dərəcə. Sual 98. Uyğun tərəfləri paralel olan bucaqlardan birinin yarısı diğerinin ikimisine bərabərdir. Yəni baxın, biri x-dir, biri y-dir. Deyir birinin yarısı. Yəni x-in yarısı deyirəm. X bölü 2 bərabər diğerinin ikimisine, yəni 2y. Onda bunu sadələşdirsəm, məxrəcdən 1 desəm, çarpaz vursam x vur 1, yəni x bərabər 2 vur 2y, yəni 4y. Tapdım ki, x bərabər 4y. Baxın, birinin yarısı diğerinin ikimisine bərabərdir. Biri x'dir, biri y'. X'in yarısı x bölü 2, y'in ikimisi də 2y. Birbirine bərabərdir. Və deməli, x 4y'dir. Yəni bunlar bərabər deyirlər, müxtəlif adlıdırlar. Deməli, bunların cəmi x ilə y-in cəmi bərabər 180'dir. Müxtəlif adlı olduğundan. Və biz tapdıq ki, x 4y'dir. Harada x varsa yerinə 4y yazaram, əvəzləmə edərəm. X yerinə yazaram 4y, üstəgəl y bərabərdir 180'ə. 5y bərabərdir 180, y bərabər 180 bölü 5 edər 36 dərəcə. Y oldu 36. X tapmaq üçün nə edərəm? 4y'dir. 4'ü vuraram 36'ya, edər 144 dərəcə. Bizdən böyüyü. Böyüyü oldu 144 dərəcə. Sual 99. Düz xətt üzərində qeyd olunmuş n sayda nöqtə üçün uyğunluğu müəyyən edin. Düz xətt üzərində n sayda nöqtə varsa, alınan şua sayı 2n ilə, parça sayı isə n vurulsun, n çıxılsın, 1 bölünsün 2 hesablanır. İndi n 3'dürsə, birinci gəlin şua sayını yazaq. Şua sayı olar 6, parça sayı 3 vurulsun. 3 çıx 1 edər 2 bölü 2 qalar 3. Parça sayı oldu 3. Gəlin birinci 6 şua alınır. Bəli, 1'ə uyğundur 6 şua alınır. 6 parça alınır. Hardan alacaq 6 parça? İkinci 4'ü yazsaq. Yəni buradan yazaq. N 4'dürsə 4 vurulsun, 4 çıxılsın, 1 bölü 2. 4 vur 3 bölü 2 edər 12 bölü 2 yəni 6. Bəli. 6 parça alınır 2'yə. 2'yə B. Nöqtələrin sayı şuaların sayına bərabərdir. Nöqtələrin sayı şuaların sayına bərabərdir. Nöqtə sayı n-dirsə, şua sayı şualar 2n'dir. Nöqtə sayı şua sayına bərabər ola bilməz. Bu heç birine uyğun deyil. Şuaların sayı parçaların sayına bərabərdir. Aha. Gəlin yoxla gəl hansında şua sayı parça sayına bərabər. Birincidə 3 parça var, 6 şua. Birinci uyğun gəlmədi. İkincidə n bərabər 4'dürsə şua sayı 8'dir. Parça sayısı tapdıq ki 6'dır. İkincidə olmadı. Üçüncüdə baxın, üçüncü o n 5'dirsə şua sayı 2 vurulsun 5 10'dur. Parça sayı isə 5 vurulsun 5 çıxılsın 1 bölü 2. 5 vur 4 bölü 2 edər 20 bölü 2 10. Deməli n5 isə şua sayı da 10'dur, parça sayı da 10'dur. Yəni şuaların sayı parça sayına bərabərdir. 3'ə uyğundur deyim. Parçaların sayı nöqtələrin sayına bərabərdir. Bəli, baxın, birincidən n 3'dürsə parça sayı tapdıq ki 3'dür. 1'ə uyğundur həm də y. 1a-y, 2b, 3d. Sual 100 və sonuncu sual. Uyğun tərəfləri paralel olan bucaqların nisbəti k olarsa, uyğunluğu müəyyən edin. Uyğun tərəflə paralel olan bucaqların nisbəti k olarsa, bu da nə deməkdir?
Deməli bunlar müxtəlif adlıdırsa cəmi 180, eyni adlıdırsa bir-birinə bərabərdir. Nisbəti k olarsa uyğunluq müəyyən edin. K bərabər 2, birinci K2 olanda, nisbəti 2 olanda bu nə deməkdir? Yəni mən birinə alfa deyim, birinə beta deyim. Alfanın beta nisbəti 2 olsa, yəni bu nə deməkdir? Alfa bölünsün beta bərabər 2-yə. Və biz bilirik ki, alfa ilə betanın cəmi 180-dir. Çünki müxtəlif adlıdır. Bunu çarpaz vursam, alfa bərabərdir 2 betaya. Gətir burada yerinə alfa ilə 2 beta yazsam, 2 beta üstə gəl beta bərabərdir 180-ə. 3 beta bərabər 180, beta bərabər 60. 180 bölür. Onda alfa nədir? 2 vur 60, yəni 120 dərəcə. Deməli bu cavabların biri 120, biri 60. Bizdən nə istəyir? Kiçiyini. Kiçik olar 60 dərəcə. Deməli K2 olanda 60 dərəcəli kiçiyi, yəni 1-dir. Bu qaydanı həll etsə indi nisbəti 3 olsa alfa bölünsün beta bərabər 3-ə. Onda alfa bərabər bu da 3 betaya. Və alfa ilə betanın cəmi bərabər 180-ə. Alfa ilə 3 beta yazsam, 3 beta üstə gəl beta bərabər 180, 4 beta bərabər 180 və buradan beta bərabərdir 180 böldür edər 45 dərəcə. Bizə kiçik lazım, belə kiçik olar 45 dərəcə. 2-yə uyğundur C. Eyni qaydana 3-cünü yazsam, alfa bölünsün beta bərabərdir 4-ə, alfa bərabər 4 betaya və alfa ilə betanın cəmi 180. 4 beta ilə betanın cəmi bərabər 180, 5 beta bərabərdir 180, beta bərabər 36-ya. 36, 2, 3-ə uyğundur B. A variantının sonuncu sualı idi. İzlədiyiniz üçün təşəkkürlər. Sağ olun, salamat qalın.